Dərmanda arpanın yarması ucuna prosesi başlayır. Bayaq qeyd etdiyim kimi bu təhnəmizdir. Arpa və ya buğda həmən təhnəyə daxil olur. Mühərrikə salınana sonra çarxın formasiyasında 5-3 dəqiqə biz aşağıda yarmanın hazır məhsulu kimi çıxaraq aşağıda təhnəyə daxil olmasını karıştı. Bu ikisinden karışık. Yarma ürünür, bereketli olsun ve inşallah ki vatandaşlarımız hem de gelip bu dermandan özleri için istifade etsinler.